Reddit insanlar üçündür. Yəni Reddit'in daxilində ancaq insanlar olacaq. Bu nə deməkdir? Reddit'də çoxlu botlar, profillər var ki, avtomatik proqramlar tərəfindən idarə olunur və ya spam olurlar. Bu profillərin qarşısında mötərizə içərisində yazacaqlar bot və ya hansısa proqram tərəfindən idarə olunurlarsa, proqramın adı yazılacaq. Qısacası Reddit'də istənilən profilin insan olub olmamağını biləcəksiniz. Buna necə eləyəcəklər? Hiss olunsa ki, bu botdur və ya avtomatik idarə olunan profildir, təsdiqləmə göndəriləcək telefona. Amma bəzi ölkələr üçün şəxsiyyət vəsiqəsi ehtiyac duyulacaq. Məsələn, Britaniya, Avstraliyanın adını çəkirlər orada. Bəs Reddit bunu nə eləyir? Yəni bu stratejik olaraq niyə önəmlidir Redditə? Yəni öz platformasını insanlar üzərində qurmağa çalışır. Süni intellekt proqramları artır, məzmunlar süni intellektlə yaradılır. Artıq qarşımızdakı insanın, videonun, şəklin süni intellekt olub olmamağını belə bilmirik. Çətinləşir get-gedə. Belə olan halda Reddit artıq insan yönümlü bir platform olacaq. Gələcəkdə süni intellektlə yaradılmış məzmunlar daxilində insan əməyi, insan üzü, insan səsi, insan görüntüsü azalacaq. Və belə olan halda əslində insan əməyinə, insan analitik düşüncəsinə, insan səsinə, görüntüsünə tələb artacaq və bu avtomatik insana bağlı olan hər bir şeyin bahalaşması deməkdir, dəyərlənməsi deməkdir. Yəni bizə insan yönümlü bir platforma lazımdırsa və ya bizə elə bir platforma lazımdır ki, orada insanları daha tez tapaq, insanların kim olduğunu daha tez bilək, Reddit vasitəsilə bunu biləcəyik.